Hoş uşaqlar, AliExpress-dən gətirdiyim portativ SSD artıq gəlib çıxdı. Nəhayət ki, 17 dollara portativ SSD aldıq. 128 GB-lıq Kodak şirkətindən və bir dənə də mikrokart götürdük. Hər ehtimal üçün ki, qoy qalsın, lazım ola bilər. Və indi baxaq görək bu SSD hansı sürətlər verir. Burada Linux sistemi olacaq. Linux sistemi buraya yazıram ona görə ki, məsəl üçün gedəndə artıq özü ilə notebook'a sürmək lazım deyil. Getdiyin yerdə əgər kompüter varsa, sadəcə USB kabellə, bax gördüyün bu kabellə qoşub həmin yerdən öz kompüteri artıq istifadə edə bilərsən və məsəl üçün öz kompüterdə olan məlumatları istifadə edə bilərsən. Ehtiyac yoxdur təzədən login, parol yazmağa harasa. Tutaq ki, Google Chrome və Firefox kimi brauzerləri işlədə bilərsən. Linux sistemi buna imkan verir. Bax görək bunun sürəti nə yerdədir və hansı sürətləri bizə verir. Burada dostlar, yəni Windows-da qoşan kimi artıq dərhal tapdıq. Kodak 119 GB, yəni 120 GB zaten belə sayılır. İndi isə sürətlərinə baxaq və baxaq görək hansı sürətləri bizə verir bu. Görək qənaət bəxşdirmi bunda əməliyyat sistemini saxlamaq üçün. Nəticələri daha yaxşı belə görmək üçün mən artıq davamın ekran videosu yazmaqla davam edirəm. Ekran videosu. Və gördüyünüz kimi bizdə burada Kodakımız D diski var, 119 GB və biz yəni bütün sektorlar üzrə belə deyək də mark edirik, yəni test edirik diskimizi görək yazma oxuma sürəti nə qədərdir. Test bitəndən sonra mən videonu davam edəcəm ki, video boş-boşuna uzun olmasın. Və bu uşaqlar testlərimiz bitdi və həqiqətən də gözlənilməz bir sürətdir mənim üçün. Mən 250 megabit arası gözləyirdim, amma hal-hazırda read, yəni oxuma 464 megabit, yazma 442 megabit, hansı ki çox idealdır portativ əməliyyat sistemi üçün və xırda faylların da oxuma yazması da gördüyünüz kimi çox ideal vəziyyətdədir. Yəni bu sürət belə bir ucuz bir portativ SSD üçün çox idealdır, hansı ki USB 3.0 ilə qoşulur, həqiqətən də ideal sürətlərdir və bura mən portativ Linux özüm üçün yazıb bunu portativ bir növ belə deyək də əməliyyat sistemi kimi özümlə gəzdirə bilərəm və istənilən bir yerdə, istənilən bir kompüterə qoşub, yəni hətta o kompüter dinozavr dövründən qalan bir kompüter də olsa, ora qoşub öz işləmlərimi, yəni öz işimi görə bilərəm, sanki öz kompüterimdə işləyirəm kimi. Bu qədər dostlar, özdən müğayət olun. Əgər xoşunuza gəldisə, videonun altında linkini qoyacağım məhsulun, kim istəsə keçib linklə məhsulu da ala bilər. Sağ olun.